Real Azərbaycan səhifəsi izləyicilərini salamlayıram. Biz hal-hazırda Siyəzən rayonundayıq. Siyəzən rayonunun Siyəzən şəhərinin girişindəyik. Gördüyünüz kimi bu yol Bakıdan gələn yoldur və gedir üzü Siyəzən şəhəri istiqamətində. Bu isə şəhərin girişidir. Gördüyünüz gibi düz şəhərin girişində bu yanacaq doldurma məntəqəsi satılır. Ümumi sahəsi 1 hektar 11 sotdur, 111 sot edir. Gördüğünüz gibi burada hissədə tikililər var və solunda və sağında tikililər var. Bu sol tərəfdə olan tikilləri siz mağazin, market, kafe, restoran kimi istifadə edə bilərsiniz. Və sağ tərəfdə olan tikillərdən də məsələn bokslar düzəldə bilərsiniz avtomobil təmiri üçün, avto yuyma məntəqələri aça bilərsiniz. Və bundan əlavə isə bu arxa tərəfdə böyük bir sahəsi də var və burada ofis hissəsindən giriş edib arxa tərəfdə də 3 otaqlı evi də var. Gördüyünüz kimi burada ümumi 4 ədəd yanacaq çəni var. Onlardan biri 60 tondur, ikisi 50 tondur və biri 16 tondur. 3 ədəd də su çəni var. İkisi 50 tondur, biri isə 15 tondur. Transformator da var, generator da var. Gördüyünüz kimi. Ümumi sizə indi buranı göstəreyim mən yaxından. Gördüyünüz kimi burada dizel üçündür. Doldurmaq üçün aparat da var. Bu hissədə gördüyünüz gibi 92 benzindir. Və arxa hissədə 92 və 95'dir. Bu hissələrdə gördüyünüz kimi də ofis və ya kiçik bir market, bu hissədən ofisləri var, girişidir. Gördüğünüz gibi buralar bokslardır. İstediğiniz təmir yeri, yağ dəyişmə məntəqəsi eləyə bilərsiniz. Bu hissədə də gördüyünüz kimi avto yuma yerləridir. Həm də bir bildirim ki, burada ofis var, yanacaq doldurmanın ofisidir və onun daxilindən arxa tərəfdə bir tikili var, ev kimi istifadə etmək mümkündür. İndi mən sizə onu göstəreyim. Gördüyünüz kimi bura ofisdir. Və buradan ofisin arxasında gördüyünüz kimi balaca kiçik bir həyəti var. Gördüyünüz gibi burada kuş saxlamaq üçün yer də var. Qəfəsli, böyük bir qəfəs gördüyünüz kimi. Və buradan sağ tərəfə giriş var. Bu hissə yanacaq doldurma məntəqəsinin arxasıdır. Və buradan gördüyünüz gibi burada da ev var. Bir böyük otaqdır. Geçtik. Burada bir otağı var. Burada 2 otağı var. Gördüğünüz gibi burada da mətbəxidir. Maraqlananlar bizlə əlaqə saxlaya bilərlər. Nömrələrimiz profildə qeyd olunub.